Salam aleyküm kızlar. Bunları Faberlik'ten aldığım kremleri açacağım. Bu arada reklam değil. Sadece istifadə edirəm deyə paylaşmaq istədim. Əslində mən Faberlik işləmirdim. Ucuzluq firmalardan zatdan belə ne deyirlər? Ay Allah, çakma ne deyirlər? Çakma bizdə nədir? Çakma. Konuş artık. Əslində orijinal olmayan məhsullar istifadə edirdim, amma sonradan biraz əslində atmışam makyaj şeylərini, sonradan yenə eləmişəm orijinal şeylər istifadə etməyə başlamışam. Amma sonradan qarşıma bu yanlara qoyacağım yavra. Dovşan Ralfın videosu çıxdı. Ondan sonra araşdırdım, qarşıma dəhşətli məlumatlar, dəhşətli şəkillər, videolar çıxdı. Videolardan, Google-dakı məlumatlardan zatdan, internetdəki məlumatlardan zatdan araşdırdım. Ondan sonra qərara gəldim ki, bu arada şampun budur. Bunu əslində tapşırmamışdım. Ya mən səhv demişəm, ya xalam səhv vurub, ikisindən biridir. Yəni bilmirəm, amma işte də Faberlik məhsulları pis olmur. Həmin vaxt özdə heç bir texnologiyası yox idi. Yəni ChatGPT zad yox idi. Asan da olmurdu. Saatlıq vururdum. Gedirdim mağazana ya da dosya olaraq, fayl olaraq yüklürdüm. Ələnçinə yəni. Çox çətin olurdu, amma yine çox qəşəng imiş. Qəşəng işini. Çox çətin olurdu, amma yəni mümkünsüz deyildi yəni. Ələnçini keçdim, istifadə elədim. Telefonda üstündə test eləməyən məhsullar arasında, firmalar arasında Faberlik də vardı. Ən vaxtı xanım təzə qoşulmuşdu. Mən dedim, mən Faberlikdən istifadə edirəm. Məhsullar da çox gözəldir. Bu arada ikinci dəfə deyirəm, reklam deyil. Baxın, mən bundan vurmuşdum. Bunu şamponundan vurmuşdum. Amma ona gəlib çox da problem olacaq bir şeydir. Mən saçım bu arada quru saçdır. Bir də şampon istifadə edəndə heç vaxt tək istifadə eləmirəm də, yəni məcbur qalmadıqca. Ya kremlərlə, ya balzamlarla istifadə edirəm, eləsinə daha təsirli olur. Burada iynə baxaq. Bir ilə də kremlər zətlər almırıq, iynə yadımızdan çıxar. Bunda əlbəttə ki, iynə yaxşıdır, pis olandır. Keçirik. Əllərim çox krem oldu. Bu üzüm ajelidir. Bunu özdə istifadə eləmişəm. Gözdə biraz ışığın kodunu alın. Bundan istifadə eləmişəm. Çox qəşəngdə hialuron asidlidir deyə də bilməm. Ondandır da. Gördünüz. Bilərsiniz. Tərkibləriniz adına Faberlikin səhifəsinə gedib baxa bilərsiniz. Mən bunu işlədəcəm. Gir içəri. Daha şəffaf fasonda, amma bulanıqlığı var da yəni. Biraz. Mən bunu işlədəcəm, axı, bana xara qoyun. Pulu yoldan tapmırıq. Qalsın, axşam işlədəcəm. Üzüm aceliyim. Çox qəşəng təmizdir bu arada. Neydi? Bu gündüz kremi. Bu da onun. Elə bil mən istifadə edəndə üçü bir arada istifadə edirəm. Üzüm aceli, gözdə kremi, gündüz kremi. Bu olur, çox qəşəng olur. Bax, nə olardı ki, bu kremləri də bombot eləyəydiniz. Nə olardı yəni? Olur. 1-2 manat bax eləyəydiniz, amma eləyəydiniz də nə olardı ki? Düzdür, biraz vuranda bəs eləyir. Amma yenə də bax. Əlbəttə ki, az vurub göstərəcəm. Ağ rəngli bildiyimiz kremli yəni. Oradan istifadə eləmişəm əslində. Biraz xoşuma gəlib yəni. Təzdən həmin kremlərdən baxın. Yəni, hələ başladım. Baxma, indi bu dəqiqə düzdür. Şeydə çıxıb. Tək heyvanlar üstündə test olunan kremlər istifadə eləmirik. İndi bu dəqiqə Filistin məsələsinə görə, Türkistan məsələsinə görə başqa boykot elədiyim şeylər də var. Boykot olan məhsullar da var. Ona görə bir dəfəlik darlaşıb, alan darlaşıb. Özü də Azərbaycanda ekstra tapmaq olmur. Boykot, heyvanlar üstündə test olma məsələsinə görə bir krem zad, həm də kənd yerində olandı, ekstra tapmaq olmur. Bu da elə normal bildiyimiz krem. Bir də aralar gec yatıb tez durduğuma görə bir dənə də gözaltı kremi aldım. Bunu da açaq. Duş jeli nə qəşəng böyüdür. Boyu belədir. Böyüsən də yəni əlimi içi boyda. Üst kremi ondan balaca, əlimin yarısı qədər.
tez gelip alan daraldıqca niye siz bunu daraldırırsınız da? Lakin birin gözü altı böyüdü. Neyse, bunları beləsini istifadə edirəm. Gecə kremi, gündüz kremi. Bunları hamı bir yerdə istifadə edirəm. Yəni, insan üzü şüşə kimi olur. Mən düzdür, çox sivilcədə çıxan, çıxacaq çıxan bir insan görürəm sifətimdə. Amma sifəti 17-18 yaşından eləyib öyrəşdirəndən sonra, yəni, çıxır. Üzüm biraz çirkli oldu, yəni gündəlik tozzad qəbul edirsən deyəni çıxır. Bunlar da ikisinin yerdə. Əslində bir dənə kremi vardı qabda, ondan almamışam. Pul qalmadı. Bir də bunu əlavə etməyi unutmuşam. Bunu xalam hədiyyə olaraq qoyub. Bundan istifadə etmişəm. Qalıcı deyil, amma üstündə nə çiçək, nə meyvə varsa o ini verir. Əlavə sürpriz olaraq başqa bir in vermir. Ona görə o tərəfdən yaxşıdır. Belə baxdığınız üçün təşəkkürlər qızlar. Belə daha çox video gəlməyini istəyirsinizsə, rəylərdə yazıb. Bilmirəm, bu tərəfə düşdü, böyük ehtimal bu tərəfə düşdü, ya da bu tərəfə düşdü. Rəylərdə bildirməyi unutmayın. Sağ olun, təşəkkürlər. Bəyənirsə bəyənin, abunə olun.